Salam dostlar. Bugünkü rubrikamız Azərbaycanda təhsil və xaricdə təhsil. Mən xaricdə təhsil mütəxəssisi Nəman. Mən də xarici təhsil mütəxəssisi Ağca. Azərbaycanda təhsil deyəndə ilk ağlıma nə gəlir? Dadlı ev yeməkləri, münasib xərclər, yaşayış xərci daha az çıxır. Bir də dərsə gecikəndə tıxacda edim bəhanəsini bəzi insaflı müəllimlərə etmək olur. Xaricdə təhsil deyəndə isə ilk ağlıma gələn metroda itməkdir. Amma bunun qarşılığı da var. Dil bilikləri, beynəlxalq dostlar və CV-də parlayan bir diplom. Amma burada da rahatlıq var. Ailən evə gəl deyəndə 5 dəqiqəyə evdəsən. Amma xaricdə necədir? Anan yazır hardasan, 5 saat fərqi ilə yazırsan ki, ana yatmışdım. Rahatlıq düzdür, amma xaricdə təhsil olanda müstəqillik başqa bir səviyyəyə qalxır. Hətta makaronu belə eyni qabda neçə gün bişirmək olar təcrübəsini qazanırsan. Bəli, elədir. Məncə ümumiyyətlə fərq etməz. Burada da, eyni zamanda xaricdə də təhsil alıb həqiqətən özünü yüksək səviyyəyə çatdıran tələbələrimiz çoxdur. Əsas odur ki, tələbə özü motivasiyalı olsun. Yəni diplomdur, fərqi yoxdur. Kimisi metroda, kimisi də kampusda yol hazır. Nəticədə ikisi də oxuyub diplom alırlar. Bəli, harda oxumağından asılı olmayaraq gərək oxumaqdan qaçmayasan, daim özlərində çalışasan. İstər Azərbaycanda, istər xaricdə daim öz adını və ölkənin adını ucaltmağa çalışasan. Təşəkkür edirik diqqətiniz üçün. Təşəkkürlər.